İsrail dedi, Beyrut'a hücum edeceğim. Oranı dərhal terk edip boşaldı. Bütün dünyanın gözü İran'a dikildi. İran ne reaksiya verecek? İran ise dedi, onda İsrail'in şimalında boşaldın. Çünkü oranı yerle yeksan edeceğim. Trump müdahale etti ve İsrail'i Beyrut'a hücum etməkdən mən etdi. Bu dünənki olayların görünüşüydü. Bəs həqiqət nədir? Heç kəsin danışmadığı həqiqətləri gəlin bir yerdə araşdıraq. Salam əleykum əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi dünən çox gərgin və çox hadisəli bir gün idi. Yəni demək olar ki, İran dünən həqiqətən tarix yazdı və misli olmayan, dünyada görünüşü və bənzəri olmayan bir reaksiyayla bütün dünyanı heyrətdə saxladı. Necə ki, Bloomberg yazır, dünən İranın olan reaksiyası və dünən İranın İsrailə olan xəbərdarlığı yeni dünya düzənindən xəbər verir. Bəs olaylar nə idi və nələr baş verdi? Gəlin bir yerdə araşdıraq. Bildiyiniz kimi İranla Amerikanın atəşkəsində belə bir maddə var idi və İranın tətbiqi ilə, İranın istəyi ilə və İranın Amerikaya göstərdiyi təzyiqlə bu maddə o atəşkəsə yerləşmişdi ki, bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəs bərqərar olunmalıdır. Necə ki, Livan İran üçün çox önəmlidir və oradakı atəşkəs İran üçün elə bir mövzudur ki, hazırdır ona görə yenidən müharibəyə başlasın. Yəni o qədər İran üçün prinsipli və heysiyyət dolusu bir mövzudur. Amma bildiyiniz kimi Livanın cənubunda Livan haqsevər cəbhəsi ilə İsrailin arasında müharibə hər gün davam edir. Livanın cənubunda bir neçə kənd və bir rayon demək olar ki, İsrail ordusunun kontrolundadır hal-hazırda. Görünüşdə təbii ki, belədir, amma həqiqət başqadır və qabaqda deyəcəm hamısının detallarıyla. Amma Beyrut və Beyrutun ətrafına olan hücumlar dayandırılıb. Çünki İranın təzyiqi və İranın istəyi məhz bunadır. Amma dünən İsrail ordusu elan etdi ki, onların, yəni baş naziri Netanyahu'nun tapşırığı ilə Beyrut'a olan hücumları başlayacaqlar və ondan sonra bildiyiniz kimi İran tərəfindən çox güclü bir təzyiq və xəbərdarlıq elan olundu. Necə ki, İranda 4 mühüm şəxsiyyət İsrailin Beyrut'a hücumları başlayarsa biz də reaksiya verəcəyik deyə cavab verdilər. Doktor Qalibov ki, artıq hamınıza aydındır kim olduğu, açıq-aşkar xəbərdarlıq etdi ki, Livanda atəşkəs pozularsa biz də bu atəşkəsdən keçəcəyik və cavabı Livandan yox, Tehrandan alacaqsınız. Mohsen Rezai, ali məqamlı rəhbərin hərbi müşaviri açıq-aşkar elan etdi ki, əgər Livanda atəşkəs pozularsa, İran İslam İnqilabının silahlı qüvvələri dərhal acı, sarsıdıcı və geniş miqyaslı cavab verəcəklər. İranın Xatamul Ənbiya qərargahı ki, müharibəni idarə edən qərargahdır, açıq-aşkar bəyaniyyə verdi və heç bir şeydən çəkinmədən və heç bir amma əgər qoymadan elan etdi ki, əgər müharibə Livanda Beyrut'a tərəfə yönələrsə, İran bu məsələdə tamaşaçı olmayacaq və birbaşa İsraili hədəfə alacaq. Hətta belə bir xəbərdarlıq verdi. Əgər Beyrut'da siz xəbərdarlıq verib oranın boşalmağını deyirsinizsə, biz də xəbərdarlıq veririk. İsrailin şimalını tərk edin və orada olan dinc əhali dərhal o əraziləri tərk etməlidir. Çünki İranın amansız zərbələri ora tərəf yönələcək. İranda çox etibarlı ekspertlərdən biri ki, öncədən də sizə onun adını dəfələrlə qeyd etmişəm, Doktor Mərəndi açıq-aşkar dedi ki, Xatamul Ənbiya qərargahının elanı Hayfadan üzü yuxarı Livanın sərhədlərinə qədər şamil olur və orada bütün yaşayış məntəqələri boşalmalıdır. Çünki İranın hədəfinə çevriləcəklər. Və bu səhnədə, yəni İranın belə bir açıq-aşkar bir xəbərdarlığı nə deməkdir? İranın bu xəbərdarlığı necə bir gərginlik yaradar, onu biz və ya siz bilə bilmərik. Canınızdan iraq siz bir İsrailli olmalısınız və ya İsraildə yaşayan bir insan olmalısınız ki,
biləsiniz ki, İranın o xəbərdarlığı necə böyük, necə ağır və necə gərgin bir xəbərdarlıq idi İsrail rejimi üçün. Yəni İran açıq-aşkar deyir ki, siz əgər Beyrutu vurarsınızsa, biz də İsrailin şimalını vuracaq və oradakı yaranan təzyiq və atmosferi biz və siz anlaya bilmərik ki, nə qədər gərgin idi. Yalnız orada olan əhali bilərlər ki, o necə bir təzyiq yaratdı. Bəs belə mövqedə nə etməli idi? Yəni Netanyahu bir qərar verib, bütün dünyaya göstərib və bütün dünya artıq görüb ki, bəli, İsrail deyir ki, Beyruta hücum edəcəm, Livanın paytaxtına və oranı bombalayacam təyyarələrlə, qırıcılarla, pualarla və s. Hərbi texnikalarıyla və bütün dünyanın gözü İrana yönəllərkən İran da açıq-aşkar çox sərt bir xəbərdarlıq verir və onlar da bilirlər ki, İran xəbərdarlıq verirsə, həqiqətən bu işi görəcək. Bəs nə etməlidir? Ömür boyu bunlar dünyaya deyiblər ki, biz çox güclü bir dövlətik, özlərini belə təqdim etmək istəyiblər dünyaya. Ömür boyu deyiblər ki, bizdən qorxmalısınız, biz belə vəhşiyik, biz belə cinayət edirik, biz belə və hal-hazırda İran o mifi dağıdıb. İran İsrailin şəhərciklərini və ya şəhərlərini şumlayıb, darmadağın edib, onların havada müdafiə sistemlərini sıradan çıxarıb və onların uzun müddətdə yaratdıqları mifi tam şəkildə məhv edib. Bəs onlar hal-hazırda bir daha geri çəkilərlərsə, yəni İranın xəbərdarlığından sonra İsrail açıq-aşkar deyərsə ki, biz İranın xəbərdarlığından qorxub Beyruta olan hücumlarımızı dayandırdıq, təbii ki, onlar üçün daha böyük bir rüsvayçılıq olar. Baxın, indi əvvəlki dönəm deyil. Bütün dünya bu müharibəni izləyir, bütün dünya bu müharibəni yaxından yaşayır və olayların və hadisələrin içindədir və hər şey detallarıyla, xırdalıqlarıyla araşdırırlar. Ona görə bu savaşda artıq heç kəs heç kimi aldada bilməz və xüsusilə də media propagandası bu müharibədə əvvəlki effektini və təsirini demək olar ki, əldən verib. Ona görə nə etməlidirlər? Netanyahu həmişəki adətinə baxaraq, dara düşəndə, təzyiq altına olanda birbaşa Donald Trumpa zəng edib ondan kömək istəyir. Və belə bir qərar olunur ki, yəni Trumpa deyilir ki, sən bizim qarşımıza al. Yəni biz bu savaşı başlada bilməyəcəyik, biz Beyruta hücumlar edə bilməyəcəyik. Çünki İranın cavabına biz hazır deyilik və onun təzyiqindən çıxa bilməyəcəyik. Ona görə Trumpa deyir ki, sən bizim qarşımıza al və sən dünya göstər ki, sən mane oldun bizim Beyruta hücumumuza və İranın təhdidləri deyildi. Və Axios'u mən elə keçən söhbətimdə sizə yazı gəlsə, dedim ki, iki media var ki, bunlar Fox News'dur ki, bu Trump və Trump administrasiyasına bağlı bir xəbər agentliyidir və Axios da Amerikada yaşayan siyonistlərə və tam şəkildə onlara bağlı olan bir xəbər agentliyidir. Axios təsadüfən bir Donald Trump'la Netanyahu'nun arasında olan bir zəng ki, həmən gecə, yəni dünən axşam baş verib, o zəngin səs faylı bunların əlinə düşür və onun yazısını çıxardır. Və orada Trump çox acı ədəbiyyatla və söyüşlə siz dəlisiniz deyə Netanyahu'ya müraciət edir və Netanyahu'dan istəyir ki, hücumları və Beyruta olan bombardımanları dayandırsın. Və sonra dərhal bütün dünyaya deyir ki, bəli, mən bildim ki, İranlıları burada narahat edən bir mövzu var, o da Livandır və Donald Trump öz platformasında, sosial mediada, Truth sosial mediasında deyir ki, bəli, mən zəng elədim Hizbullaha və dedim ki, atışmanı və hücumlarınızı dayandırın, sonra da İsrailə zəng elədim, onlardan da istədim və bununla da problemi həll etdim. Bəs burada belə bir sual yaranır. Bütün dünya bunu normal qəbul edəndə şəxsən mənə belə bir sual yaranır ki, belə bir zəng əgər baş veribsə Donald Trump'la Netanyahu'nun arasında, bu yəni nə? Yəni Amerikanın prezidenti ilə Siyonist rejiminin baş naziri arasında olan bir zəngdir. Yəni bu çox gizli bir şeydir və bu necə olur ki, Axios kimi bir medianın əlinə düşür bu səs, bu zəngin səsi. Və necə olur ki, bu danışıqlar Axios kimi bir medianın vasitəsilə yayımlanır. Yəni bir, necə olur ki, bu zəngin faylı və səsi və mətni hətta medianın əlinə düşür. İki,
Necə olur ki, təsadüfən Axios-un əlinə düşür ki, bütün dünya bilir ki, sionistlərə bağlı bir mediadır. 3. Necə olur ki, Axios-a icazə verilir ki, bu səs yazısındakı olan mətni bütün dünyaya göstərsinlər. Təbii ki, bu saxtadır. Təbii ki, bu şəxsən mənə inandırıcı gəlmir ki, necə olur ki, İranın təhdidindən sonra belə bir zəng baş verir və o zəngin nəticəsində İsrail geri addım atır. Hansı ki, bu geri addımı, yəni bütün dünya artıq bildi ki, bu İranın onlara olan qırmızı xətləri ki, aydınlaşdırdı və İranın o təhdidindən sonra baş verdi və necə ki, İsrailin daxilində də çox böyük bir siyasi zəlzələyə baş verməsinə zəmin yaratdı. Belə bir şey deyək, yəni Livanın o dövləti də gəldi dərhal dedi ki, bəli, bizim Vaşinqtonda İsraillə olan danışıqlarımız nəticə verdi və Beyruta olan hücumun qarşısını aldıq. Yəni, Livanın bildiyiniz kimi neçə həftədir ki, Livanın dövləti İsrail rejimi ilə Vaşinqtonda danışıqlar aparırlar, amma bu danışıqların nəticəsi dünən axşama qədər, ya hətta hal-hazırda ki biz danışırıq, bir atəşkəs bəyaniyəsi belə müştərək İsrail rejimi ilə Livan dövləti yayımlaya bilməyiblər. Yəni nəticəsi olmayıb. Hansı ki, Livan dövləti çox satqın, Livan dövləti çox xain və çox murdar bir siyasət aparır qabağa. Livan dövləti ilə danışanda ilk öncə o Livan dövlətinin nə baş verdiyini və nə olduğunu ilk öncə izah etmək lazımdır və niyə bu dövlət, bu satqın dövlət gəlir və İranı ittihamlayır və deyir ki, Livan haqsevər cəbhəsi ki, hal-hazırda İsraillə müharibədədir. İranı ittihamlayırlar və deyirlər ki, İran uğrundadır və deyirlər ki, İran burada məzhəbçilik edir və şiələri burada idarə edir və belə əsassız ittihamlar deyirlər ki, öz dilimizdə deyirlər ki, Livanda haqsevər cəbhələri və ya digər yerdə İranın proksi qüvvələridir. Bu iddianı gəlin bir yerdə ilk öncə araşdırmaq üçün Livanın tarixinə baxaq. Baxın, İran İslam Respublikası qurulmamışdan öncə, yəni burada İslam inqilabı baş verməmişdən öncə İmam Xomeynin tərəfindən ən az 10 il qabaq Livanda bu müqavimət cəbhəsi yarandı. Niyə? Çünki İsrail açıq-aşkar Livanın ərazisini işğal etmişdi, Beyruta qədər irəliləmişdi və Livanı öz ərazisinə qoşmaq istedi. Necə ki, bilirsiniz, Fələstini işğal edib və öz ərazi iddiasını aparıb və Suriyadan Colan təpələrini işğal edib və öz ərazisi iddiası edir. Livanın da tam ərazisində, Livanın bütün ərazisində bunların gözü var. Baxın, bu Siyonist rejimi özün bir dövlət kimi bilir, amma bu dövlətin konstitusiyası yoxdur. Niyə? Çünki əgər olsa, gərək ərazi bütövlüyü təyin etsin özü üçün. Yəni, ən ilk maddə bir dövlətin konstitusiyasında ərazi bütövlüyüdür. Və bu rejim işğalçılıq etməsi, yəni hal-hazırda olan o ərazi, o xəritə ki, özləri üçün tərsim ediblər, ondan 5 qat, 10 qat daha böyük olmalıdır. Onların Misirdə, o Sina səhralığında iddiaları var, Yordaniyada iddiaları var, Livanı bütün özlərinə götürməsilər, Ərəbistanın bəzi müəyyən, Saudiyada bəzi ərazisində iddiaları var, İraqda iddiaları var, Türkiyənin bəzi ərazisinə belə bunların iddiası var, Suriyanın ərazisinə bunların iddiaları var. Nildən Fırata kimi bunlar özləri üçün işğal edib dövlət yaratmaq istəyirlər. Yəni bunlar işğalçı siyasətlərinə görə Beyruta qədər irəliləmişlər və Livanı işğal edirdilər və nə vaxt, nə zaman baş verib? İranda inqilab baş verməmişdən 10 il öncə bu hadisələr baş verir. Orada bir hərəkət yaranır, bir silahlı qruplaşmalar başlayır və bu vəhşilik və bu işğalçılığın qarşısını almaq üçün bunlar silahlı başlayırlar vuruşmağa. Yəni necə ola bilər bunlar İranın proksi qüvvələri olsunlar, amma İranda yəni İslam inqilabı baş verməmişdən 10 il öncə bunlar yaranmış olsunlar. Bu əsassız və çox boş bir ittihamdır. Ümumiyyətlə İranın proksi qüvvəsi lüğəti medialar tərəfindən o qədər bu söz hallanır. Məsəl üçün deyirlər ki, Amerika və İsrailin nə üçün İranla düşmənçiliyi var? Çünki onun proksi qüvvələri ona hücum edirlər. Ümumiyyətlə İranın proksi qüvvəsi yoxdur. Ümumiyyətlə İranın proksi qüvvəsi olmaq anlayışı əsassız və içi boş və heç bir sübutu olmayan bir ittihamdır. Və o qədər deyirlər ki, bəzən hətta görülür ki, təəssüf olsun ki, dostlar tərəfindən belə bu lüğət istifadə olunur, İranın proksi qüvvələri.
Və açıq-aşkar demək lazımdır ki, nə Livan, nə İraq, nə Yəmən, nə Suriyada, nə heç bir yerdə İranın proksi qüvvələri yoxdur. Necə ki dedim, yəni Livanın müqaviməti və Livanda olan bu hərəkat İran İslam İnqilabından 10 il öncə yaranıb və nə üçün yaranıb? Sırf bir məsələyə görə. O da nədir? Livanın ərazi bütövlüyünü və Livanın ərazisini İsrailin işğalından azad etmək üçün. Və hal-hazırda da nə üçün davam edir? Çünki hələ də həmən o işğal iddiası ki, İsrail irəli sürür və deyir ki, biz oranın ərazisini əldə etmək istəyirik, hələ də o iddia yerindədir, hələ də həmən düşmən yerindədir deyə həmən hərəkat hələ də onun qarşısında dayanıb və silahını yerə qoymayıb və qoymayacaq da. Niyə qoymayacaq da yerə? Çünki Livanın ümumiyyətlə ordusu yox kimi bir şeydir. Livanın ordusu heç bir qarşı durmada iştirak etmir. Livanın ordusundan İsrailə tərəf bir güllə belə atılmıyor. Çox təəssüf bayaqdan fikirləşirəm və adı yadıma gəlmir. Balaca bir rayondur ki, Livanın cənubunda və ordunun ixtiyarındaydı və müqavimət və haqsevər cəbhələrin orada qüvvələri yox idi. İsrail ordusu yarım saat ərzində heç bir qarşı durum olmadan, heç bir müqavimət göstərmədən oranı özünə işğal etdi və tutdu oranı tam şəkildə. Yəni, o kəslər ki, hal-hazırda Hizbullah və müqavimətə deyirlər ki, silahınızı yerə qoyun, açıq-aşkar nə deyirlər? Deyirlər ki, Livanın silahını yerə qoyun və Livanda artıq İsrailə qarşı heç bir güc qalmasın, heç bir silah qalmasın. Bu iddianı sürürlər. Və Livanda da hakimiyyət necədir? Baxın, Livanda Fransa istemarında olub və Fransanın indi dəqiq xatırlamıram ilin və onlar oradan çıxanda belə bir dövlət strukturu yaratdılar Livanda ki, orada tayfalar var. Baxın, yəni Dürzilər var, orada xristianlar var, orada şiələr var, sünnilər var və müxtəlif tayfalar. Ona görə gəldilər prezidenti xristian seçdilər və baş naziri sünni seçdilər və parlament sədrini isə şiə seçdilər. Yəni, həmişə, daima Livanda prezident xristian olur, baş nazir isə sünni məzhəbli və parlament sədri isə şiə məzhəbli olur. Və belə bir hakimiyyətdə hal-hazırda da, yəni hökumət və dövlət və nazirlər kabinesi baş nazirə tabe olur. Yəni sünnilərin əlində olur. Və bunlar da açıq-aşkar hal-hazırda Misir, Ərəbistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən tapşırıq alaraq çox satqın və çox xaincəsinə dirəşirlər və istəyirlər ki, müqavimətin və haqsevər cəbhələrin silahını əllərindən alsınlar. Baxın, bu savaşa biz dəqiq baxmaq istəsək, biz burada heç vaxt məzhəbçilik söhbət etməmişik. Biz həmişə şiə və sünni birliyi, qardaşlığı və İslam ümmətinin birliyin tərəfdarı olmuşuq və heç zaman məzhəbçilik tərəfdarı olmamışıq və olmayacaq da inşallah. Amma söhbətə kökündən baxanda ki, bu qarşıdurma nəyə görədir? İran müharibəsindən başlamayıb bu qarşıdurma Livanda. Bu qarşıdurma 7 oktyabrdan başladı. 7 oktyabırda Fələstində sünni qardaşlar öz haqlarını bərpa etmək üçün və öz ərazi hüquqlarını tələb etmək üçün əməliyyat etdilər. Və o əməliyyat 7 oktyabrda başlayan günün sabahı Livan müqaviməti Fələstinə dəstək olaraq, yəni həmən o sünni qardaşlara dəstək olaraq bu savaşa daxil oldu və İsrailə hücumlar etdi ta o atəşkəs bərqərar olunana dək. Və həmişə də bütün əməliyyatlarında da Fələstin xalqından müdafiə sözü ilə və şüarı ilə getdilər. Bəs bu sünni dövlətə demək lazımdır ki, siz əgər iddia edirsinizsə ki, İran burada məzhəbçilik davası aparır, siz əgər deyirsinizsə burada şiələr Livanın ərazi bütövlüyünə və ya müsəlmanlara bir problem yaradırlarsa, bəs buna nə cavab verə bilərsiniz ki, Fələstinə görə bu savaş neçə il, bu 3-4 ildə yəni başladı. Dünən bugünün söhbəti deyil ki, bu qarşıdurma. Ortada 15 aylıq bir atəşkəs oldu ki, bu 15 ayda neçə min dəfə atəşkəs pozuldu. Və o pozulmaların nəticəsində bildiyiniz kimi, yəni çox ağır zərbələr aldı, rəhbərliyi şəhid oldu, bütün komandirləri şəhid oldu və taktikalarında ciddi problemlər yarandı. Ona görə bu atəşkəsdə və bu atəşkəs dönəmindən bir növ istifadə etdilər ta öz taktikalarını yeniləsinlər, öz döyüş ritmlərini və qaydalarını yeniləsinlər. Çünki İsrail onların keçmiş taktikalarından
mütaliə edib bunlara qarşı döyüşə hazırlaşmışdı. Onların hamısını dəyişməlidirlər, yeniləməlidirlər, nöqsanlarını aradan aparmalıdırlar və şəhid olan komandirləri də lazımlı şəkildə əvəz etməlidirlər. Və amma atəşkəsdə bu 15 ayda hər gün, hər bir gündən bir bunlar, yəni İsrail tərəfi atəşkəsi pozurdu Livanda. Livanda lazımlı bir dönəm axtardı. Yəni lazımlı vaxt axtarırdı ki, özünə müdafiə şəkildə, özünü müdafiə etmək üçün və bu atəşkəslərin pozulmasını cavab vermək üçün bir münasib zaman axtarırdı ki, İsraillə döyüşə başlasın. Çünki belə bir atəşkəs olmur. Qarşı tərəf vurur, amma bu tərəf cavab vermirsə, bu atəşkəs deyil. Ümumiyyətlə atəşkəsdə belə bir anlayış yoxdur. Və gəldi o vaxt, tam o zamanlar rastlaşdı ki, İsrail və Amerika ikiliyi İrana hücum etdilər və müharibə başlatdılar. Bir növ bu düzgün zaman idi. Niyə? Çünki İsrailin gücü İrana tərəf yönəlmişdi və onlar üçün strateji baxımından düzgün mövqedir ki, lazım olan zərbələr endirsinlər. 2. Onların mərcə təqlidləri, onların məzhəblərinin başçıları, onların imamları İmam Xamneyi olmuşdu və onun qanunu qisası olaraq da bu döyüşə daxil olmaydılar. Və ən əsas da bu atəşkəslərin pozulmasına və bu 15 ayda İsrail tərəfindən olan o atəşkəsin pozulmaları və cinayətlərə cavab olaraq bunlar bu müharibəyə daxil oldular ki, Livanın ərazi bütövlüyündən müdafiə etsinlər, öz vətənlərinin ərazi bütövlüyündən müdafiə etsinlər. Mən hər gün izləyirəm, 20-30 arası əməliyyatlar baş verir və bütün əməliyyatların bəyaniyəsində belə bir ifadə olunur ki, difa'an an Lübnanina və şəbihi. Yəni, öz Livanımız və xalqından müdafiə olaraq biz hücum etdik. Yəni sırf Livan və xalqından müdafiə etmək üçündür. Bu savaşı gedir. Və heç kəs burada İranı ittiham edə bilməz ki, İranın uğrunda onlar savaşırlar. Ya İranın proksilədirlər onlar. Ümumiyyətlə bu söz əsassızdır və heç bir yeri də yoxdur bu sözün. Amma Beyruta olan hücum. Burada artıq hər şey dəyişir. Baxın, Livanın cənubunda hadisələr baş verir və Livanın cənubunda müharibə davam edir. İranın da bununla müxalifəti yoxdur. Niyə? Deyir ki, əgər başarırsınızsa, əgər siz döyüşürsünüzsə, gedin Livanın cənubunda döyüşün. Kəndləri işğal edəcəksiniz, İran baxırsınız da heç bir etirazı yoxdur. Livanın cənubunda siz döyüşürsünüz və əgər Livanın cənubunda sizin qarşınızda olanlardan bir itki alırsınızsa, yenə də İranın problemi yoxdur. Deyir ki, gedin Livanın cənubunda bacarırsınızsa, normal döyüş qaydaları ilə bacarırsınızsa döyüşün. İran heç bir etirazı yoxdur. Amma Beyrutu vuranda nə deməkdir? Beyrutda kimlər yaşayır? Beyrutda dinc əhali yaşayır. Yəni nə? Yəni Beyrutu vurarıqsa, nə demək istəyirlər onunla? Yəni ki, dinc əhalini vuracaq. Və Beyrutda vuranda necə vururlar? Sizə Beyrutun şəhər salma qaydalarından deyim ki, baxın, baxırsınız ki, bir təpədir və o təpənin altında, o dağlığın altında görürsünüz ki, bəzi qəsəbə kimi var. Orada dürcülər yaşayır. Misal olaraq bir şəhərin bir hissəsində xristianlar yaşayır. Yəni, bizim normal şəhərlərimiz kimi deyil ki, hamı bir yerdə yaşayan. Məsəl üçün, yuxarı mərtəbədə sünni olar, burada şiə olar, böyrdəki xristianlar. Xeyr, hamının özü üçün ayrı yaşadığı məntəqələr var və Beyrutun cənubunda böyük bir prospektdir ki, onun neçə kilometrlik bir prospektdir ki, sağ solunda hamısı hündür binalardır. Yəni 5 mərtəbədən başlayır, 15 mərtəbəyə kimi yaşayış binalardır ki, ora Zahiyə prospekti deyilir və orada da yalnız və yalnız şiələr yaşayır. İsrail deyəndə ki, Beyruta biz hücum edəcəyik, burada ilk öncə Livanın dövlətinə aiddir ki, bəs siz neçə aydır ki, sülhdən danışırsınız, neçə aydır ki, İsraillə biz aradakı olan problemləri götürmək istəyir deyirsiniz. Bəs nə oldu? Beyrutda kimsə silah əlinə alıb, Beyrutda savaşan var. Xeyr, Beyrutda hamı dinc əhalidir. Birinci Livan dövlətinə demək lazımdır ki, necə olur ki, siz etiraz etmirsiniz ki, Livanda dinc əhalini vursun? Niyə? Çünki bilir ki, orada vuracaq, yəni Zahiyənin bitəcəyində ki, ətrafında sünnilər yaşayırlar, onlara heç bir ziyan dəyməyəcək. Yalnız şiə yaşayan o binaların hamısına bombalar tökəcək, Zahiyədə olan binalar. Və bu da İran üçün dözülməz deyil. Bu İran üçün, İran yəni açıq-aşkar o xəbərdarlıq ki, İsrailin şimalını boşaldın, o deməkdir. Yəni siz əgər şiələri Livanın cənubunda bombalayacaqsınızsa, biz də artıq sizin yaşayış binalarınız olan
zonaları İsrailin şimalında hədəf alacaq. Yəni ona görədir ki, bunlar Beyruta qırmızı xətt kimi yanaşırlar. Livanın cənubunda bəli cəbhədə gedir, bu tərəfdə döyüşür, o tərəfdə döyüşür. Deyir, get cənubda döyüş. Niyə? Çünki bilir ki, döyüşdə, yəni İran tam şəkildə bilir ki, orada haqq-sevərlər, Livan haqq-sevər cəbhəsi Livanın cənubunda olan müharibənin tam şəkildə öhdəsindən gələcək. Baxın, gündə 20-30 əməliyyat edirlər, tankları vururlar və ya orada insanların toplandığı mərkəzi vururlar, ya texnikaları vururlar. Hamısında da onlardan itki alırlar. İsraildə ümumiyyətlə demirlər ki, İsraildə gördüyünüz kimi görüntü çıxır ki, bir hücum olub, baş bir tərəfdə, ayaq bir tərəfdə, bədən ayrı tərəfdə. Amma həmən əməliyyatda deyirlər ki, 3 nəfər yaralı var. Bunlar ümumiyyətlə itki demirlər. Niyə itki demirlər? Çünki bilirlər ki, ordu dağılır. Çünki bilirlər ki, onların ordusu itkidən qorxur. Çünki etiraf edə bilmirlər ki, hal-hazırda onların ordusundan 100 minə yaxın insan qaçıb, xidməti tərk edib və ya istefa verib. Ona görədir ki, onlar, yəni İran deyir ki, Livanın cənubunda cəbhə açıq-aşkar davam edə bilər. Çünki bilir ki, oradakı haqq-sevər cəbhəsi onun öhdəsindən gələcək. Amma Beyrut qırmızı xəttdir. Niyə? Çünki Beyrutu vurmaq cinayətdir. Çünki Beyrutu vurmaq dinc əhalini vurmaqdır və İran da buna dözə bilməyəcək və buna dözməyəcək də, heç vaxt da göz yummayacaq buna. Yəni deyir ki, əgər Beyrutun cənubunda dinc əhalini vurarsansa, yaşayış binalarını vurarsansa, mən də İsrailin şimalında qarşılıqlı cavab verəcəm sənə. Burada belə bir sual yarana bilər ki, niyə məhz bu an, niyə burada 3 ay bu savaş gedəndən sonra hal-hazırda İsrail bu qərarı alır ki, Beyrutu bombalasın? Yenə də həmən dediyim mövzuya qayıdır. İsrail tükənib. İsrailin resursları məhv olur. İsrailin ordusunda 100 minə yaxın insan ordudan qaçıb, ordudan istefa verib və ya cəbhəni tərk edib. Və Livanın cənubunda bunlar artıq bitirlər. Livanın cənubunda bunlar məhvəd və məğlubiyyətə məhkumdular. Baxın, İranla müharibə etdilər 40 gün və İran bunların o mifini dağıtdı, İran bunların şəhərlərini şumladı, İran bunların bazalarını yerlə yeksan etdi. Nəinki bunlar, hətta Amerikanın belə bazalarını darmadağın etdi. Və bunlar uzun illər dünyada özlərindən quldur və özlərindən dəmir yumruq kimi bir mif yaratmışlar və o çökdü. Hal-hazırda onlar nə etmək istədilər? O mifi təzədən yaratmaq üçün zəif bir qruplaşma, zəif bir ölkənin üstünə hücum etmək istədilər ki, desinlər ki, biz hələ də güclüyüz, biz hələ də həmən dəmir yumruq yerindədir. Yəni Livanın cənubundakı haqq-sevər cəbhələrə bağlı olan kəndlər və rayonları işğal etməklə bütün dünya demək istəyirlər ki, baxın biz hələ də öz gücümüzü saxlamışıq və biz hələ də güclüyük. Amma həmən planda belə iflasa uğradılar. Yəni baxın, 3 ay müharibə gedir, bunlar 7 kilometr irəliləyə biliblər və bu 7 kilometrdə nə qədər itkilər alıblar və bu 7 kilometrdə nə qədər bunlar zərbələr alıblar, senzura görə bilinmir, amma yəni bilinən budur ki, onlar çox ağır vəziyyətdədirlər. Hər gün onlardan itki var, hər gün onlardan çox sayda yaralı var və hər gün İsrailin şimalından başqa yerlərə qaçış var və İsrailin şimalında artıq demək olar ki, yaşayışlar məhv olub və yaşayış imkanı orada öz potensialını itirib. Və bunlar bu vəziyyətdə, yəni o deməkdir ki, onlar artıq elə bir nöqtəyə çatıblar ki, arzu edilməzdir, dözülməzdir, davam edə bilmirlər. Ona görə bunlar Beyrutu bombalamaqla istəyirlər ki, oradakı haqq-sevər cəbhəsinə təzyiq göstərsinlər ki, o təzyiqin nəticəsində Livanın cənubunda öz planlarını həyata keçirə bilsinlər. Yəni, baxın, bunların fakt, həyasızlıq bu qədərdir ki, deyir ki, mən gəlmişəm burada sənin ərazini işğal edim və gəlirəm sənin kəndlərini, sənin rayonlarını, götürürəm sənin binalarını, bombalayıram, səni öldürürəm. Sən niyə mənim qarşımda durursan? Sən niyə mənə müqavimət göstərsən? Əsəbləşirlər və qəzəbləri, o bombalamalar hamısı o qəzəbdir ki, niyə mənim qarşımda durursan? Niyə qoymursan öz işimi görüm, işğal edim? Yəni, bu qədər bunlar həyasız və bu qədər bunlar utanmazlar. İranın o qırmızı xəttləri ki, çəkdi dünən, İranın o açıq-aşkar dediyi sözlər səbəb oldu ki, onlar bir daha məğlubiyyətə uğrasınlar və öz hədəflərinə və öz istəklərinə bir daha çata bilməsinlər. Və bir daha qeyd edirəm, baxın, bunlar yəni Livanda öz taleyləri üçün, öz vətənləri üçün və öz gələcəkləri üçün, öz övladları üçün vuruşurlar. Bunlara heç kəs İran proksisi deyə bilməz.
Heç kəs deyə bilməz ki, siz İrana görə vuruşursunuz. Bunlar öz xalqlarından, öz vətənlərindən və öz övladlarından və öz gələcəklərindən müdafiə olaraq bu müharibəyə daxil olublar. Və amma məsəl üçün İrana baxanda İran bu qırmızı xəttlər ki göstərdi. Deyirəm, Bloomberg-dən yazmışdı ki, artıq yeni dünya düzəninin göstəricisidir ki, İran təhdid edir ki, əgər hər hansı bir hücum başqa bir növ ölkəyə olarsa, mən müdaxilə edəcəm və İsrail və Amerika bundan qorxub geri çəkilir. Bu super güc İranın göstəricisidir. Mən burada qeyd edirəm o kəslərə ki, deyirdilər ki, biz İran deyilik, bizə hücum olsa biz belə edərik, biz elə edərik. Siz hansınız İsraili təhdid edib onu öz hücumundan geri çəkdirə bilərsiniz? Sizin hansınızdan İsrail qorxur? Məgər belə deyil ki, siz Qəzzədə atəşkəs olanda gəldiniz Misir, Qətər, Türkiyə və Ərəbistan da səhv etmirəmsə orada var idi. Təzmin olaraq gəldiniz və Qəzzəyə dediniz ki, biz burada garanti dururuq ki, atəşkəs bərqərar olunacaq, əsirləri azad edin. Qəzzədəki o məzlum insanlar sizin sözünüzə etibar edib əsirləri azad etdilər. O vaxtdan bəri İsrail Qəzzəni bombalamadığı gün qalmadı və heç biriniz İsrailə etiraz etmək belə cəsarətiniz yox idi. Heç biriniz məhkum edə bilmədiniz ki, İsrail atəşkəsi pozur Qəzzədə. Deyirlər ki, Türkiyə qitələr arası 6000 kilometrlik raket istehsal edib. Deyirlər ki, lazerli havadan müdafiə sistemləri var. Deyirlər ki, dünyanın ən müasir PUA-lı. Hanı? Sual budur. Baxın, hardadır onlar? Silahı istehsal etmək ki, sual altındadır. Yəni onları istəsəm araşdıram, özü üçün ayrıca bir söhbətdir ki, Türkiyənin həqiqətən silahları nə həddədir. Xüsusən də o qitələr arası olan o teatr ki yaratmışdılar. Onlar silah istehsal etmək bir mövzudur. Silahdan istifadə etmək iradəsi isə tam ayrı mövzudur. Və sizdə o iradə yoxdur ki, o silahlardan istifadə edəsiniz. Sizdə o şəhamət yoxdur ki, o silahlardan istifadə edəsiniz. 4 dəfə bu günə qədər İsrail Türkiyəyə və Türkiyə ərazi bütövlüyünə hücum edib. Hansında cavab veribsiniz? O Mavi Mərmərə gəmisinin ki, yəni o hadisə ki, hamıya aydındır. Bir gəmi həmən ölkənin ərazisi deməkdir. Yəni İsrail ki, orada o gəmini zəbt etdi və öz əsgərlərini o gəmiyə göndərdi. Yəni ərazi bütövlüyü nəqz oldu orada. Cavab verə bildinizmi? Xeyr. Suriyədə Hümeymim tərəflərdə Türkiyə özü üçün hərbi bir baza inşa edirdi. İlk öncə İsrail tərəfindən ultimatum verildi ki, oranı tərk edin və hərbi bazanı sizə yaratmağa icazə verməyəcək. Türkiyə etina etməyəndə oranı bombaladılar və 12 Türk vətəndaşı orada həyatını itirdi. 6 hərbisi və 6 da mühəndis və texniki işlərlə məşğul olan insanlar idilər. Və ondan başqa da 2 dəfə də Suriyədə Türkiyənin mövqelərinə İsrail hücum etdi. Hansında cavab verə bildiniz? Qətərdə gəldilər, Qətərin ortasında bombaladılar. Məhkum edə bilmədiniz. Siz ərəblər, müsəlmanlar və ya digərlər, o şəxslər ki, deyirlər, biz İran deyilik, siz İran ola da bilməzsiniz demək lazımdır. Çünki sizdə bu şər imperiyasına, Amerika və İsrailə qarşı heç vaxt və heç bir zaman müqavilə göstərmək iradəsini özünüzdən göstərmirsiniz. Ona görə siz heç vaxt İran ola bilməzsiniz. Siz heç vaxt müqavimət cəbhəsi qədər iradəli, şəhamətli və qeyrətli ola bilməzsiniz. Əziz izləyicilər, bu qədər və bildiyiniz kimi tam mövzu buydu və İranın bu açıq-aşkar təhdidləri və onların geri çəkilməsi artıq öz sözünü deyir və mən deyərdim ki, tarix yazılan bir an idi. Əgər faydalı idisə, digərlərinə paylaşmaqla və tövsiyə etməklə, şərhlərdə yazmaqla, abunə olmaqla bizə dəstək ola bilərsiniz. Növbəti bir söhbətə qədər sizi böyük Allaha tapşırıram. Sağ olun, Allaha əmanət olun.